Əziz və dəyərli izləyicilərim. Deməli, sizlərə çox möhtəşəm təmir olunmuş 4 otaq, super təmirli, qanuni 4 otaq, perezilka deyil. Super təmirli, prospekt yolunun kənarında möhtəşəm bir mənzil təqdim edirəm. İndi sən mənzilimizin əsas giriş hissəsi ilə. Siz elə bilsən oradayam? Yox, buradayam. Burada girişdə sağda hamam və sanuzel yerləşir. Mən sizə evin bir üstün cəhətini deyim nədir? Xanımlar və bəylər, evimizin üstün cəhətlərindən biri də odur ki, hər otağı, belə deyək də, yataq otaqlarının özünün hamam və sanuzeli içərisində mövcuddur. İndi isə keçək dəhliz hissəsinə. Ümumi yerlər isti döşəmə, tam təmir, 5-ci mərtəbə, 125 kvadrat, başqa söz demirəm. Sadəcə mənzili izləyək. Bura evin yataq otaqlarından birincisidir. Pərdəsi, lüstürü hamısı asılıb. O dediyim proyekt davam edir. Baxın, yataq otağının özünün hamamı və sanuzeli çox gözəl təmir edilib. Çox gözəl. İndi isə sizi möhtəşəm bir qonaq otağı ilə tanış edəcəm. Daxil oldu qonaq otağımıza. Tam ətraflı göstərək qonaq otağın. Bax, görürsünüz, burada qəşəng bəzəkli aksesuarı mövcuddur, işıqları mövcuddur. TV stentin yeri burada quraşdırılıb, lüstrüdür, pərdəsidir. Düz prospekt yoluna baxır. Mənzilin baxışı prospekt yolunadır. Buranı təqdim edək. Otağı təqdim etdik. Keçirik indi isə yenidən dəhlizə. Dəhlizdən burada baş tərəfdə yerləşir evin uşaq yataq otağı. Gördüyünüz kimi əziz izləyicilərimiz, uşaq yataq otağında özünün müstəqil bir pəncərəsi var. İşıqlandırılması tam olaraq qaydasındadır. Keçirik evin burada yerləşir mətbəx hissəsi. Belə bir möhtəşəm yeri isti döşəmə olan, mətbəx mebeli hazır olan, qazı, gizli aspiratoru bu hissədə yerləşir. Moykası buradadır. Tam hazır olan bir mənzilimizdir bu. 120 kvadrat geni doluna bir mənzildir. Yəni, göstər, balkon hissəsi burada yerləşir. Proyektdə heç bir itkiyə yol verilməyib, çünki yəni gördüyünüz kimi balkon qaydasında geniş mətbəx, yerlər isti döşəmə, otaqların hər birinin müstəqil pəncərəsi, bütün otaqların da qapısı dəhlizə açılır. Yəni belə deyim də, otaqdan otağa keçilmir. Burada da yerləşir evin digər yataq otağı, bu yataq otağından da balkon hissəsindən keçmək üçün yer nəzərdə tutulub. Xanımlar, bəylər, əmilər, dayılar, xalalar, bibilər, sizin hər birinizin nəzərinizə çatdırıram ki, 125 ya da 120 kvadratdır, 125 olmalıdır. Satış qiyməti təyin edilib, ortada duracaq. Satış qiyməti təyin edilib 169.500 manat. Real alıcıya, bax, belə bir indirim nəzərdə tutulub. Yəni, əla bir indirim nəzərdə tutulub, az yox. İdeal indirim olacaq. Gəl, sahibi ilə danışaq, sənə yaxşı bir indirim elətdirmək, mən qardaşım boyundadır. Bugünlük bu qədər, sağ olun, salamat qalın. Qiymət dediyində deyəsən, 169.500 manat. Sağ olun.